Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, Nabokovun casus povesti var idi. Biz bunu şərh eləyirdik. Deməli, burada bir yerə çatmışdıq. O yer kitabın ən fəlsəfi bölümlərindən biridir. O yerə oxumaq istəyirəm və onun barəsində biraz danışmaq istəyirəm. Deməli, amma kitabın öz çevrəsi içərisində istəyirəm də bunu olsun. Kitabın çevrəsi içərisində məsələni ələ alaq dostlar. Çünki bu həm də fəlsəfi kitabdır axı. Və indi oxuyacağım bölümdən düşünürəm ki, ruhi güclənmə üçün də material çıxartmaq olar, mənəvi material çıxartmaq olar. Deməli dostlar, bu mövzunun içərisinə giririk. Yaxşımı? Mövzu çərçivəsində bunu söhbət edirik. Çünki belə deyək, müxtəlif cür insanların, müxtəlif cür ziyalıların, müxtəlif cür intellektualların, müxtəlif cür iş sahəsində çalışanların fərqli cür baxışları ola bilər də. İndi söhbət açacağım məsələyə, amma burada daha çox fərdiyyətçi sənətkar nöqteyi nəzərindən baxacağıq. Fəqət bunun bəlkə də mövzu ilə maraqlanan hər kəsə bəlli dərəcələrdə xeyri ola bilər. Məsələn, mənə hansısa dərəcələrdə olub ruhi baxımdan. Gəlin oxuyum dostlar, kitabın öz çərçivəsi içərisində. Təməl bir qanun axtarmaq gizlikdir, belə qanun tapmaqsa daha böyük gizlik. Məzlum biri bəşəriyyətin getdiyi bütün yolun, planetlərin dolaşıq oyunları ilə yaxud boş mədə ilə dop-dolu mədə arasındakı mübarizə ilə izah edilə biləcəyinə qərar verir. İlaha Kleonun yanına məşşanlıqdan səliqəli bir katib cihaz dəvət edir, dövrlərlə və xalq kütlələri ilə toptan-satış ticarətinə başlayır. Bax, o zaman iqtisadi səbəblər cəngəlliyinin ortasında iki biçarə usu ilə ümidsizcəsinə haray qoparan ayrıca bir individuumun vay halına. Xoşbəxtlikdən heç bir qanunzad yoxdur. Diş ağrısı bir döyüşü uduzmağa səbəb olur. Yağışlı bir gün nəzərdə tutulmuş qiyamı ləğv edir. Hər şey yırğalanır, hər şey qeyri-müəyyən, təsadüfidir. Və yuxusuzluq ilə miqrenin bəhrəsi olan o anlaşılmaz kapital əsərini yazan Viktoriya dövrünün damadama şalvarlı o pozğun və deyingən burjuvasının səyləri də əbəs idi. Keçmişə nəzər salıb öz-özünə əcəba belə yox, başqa cür olsaydı görəsən nələr baş verərdi sualını verməkdə, bir təsadüflüyü digəri ilə əvəzləməkdə, həyatın hiss edilmədən və bəhrəsizcə ötüb keçmiş hansısa boz bir anından, heyrətamiz, qəşəng bir olayın cücərib boy atdığını seyr etməkdə kəskin bir əyləncə vardır. Halbuki bu an bir vaxtlar heç doğulub parıldamamışdı, nurlanmamışdı. Həyatın bu qol budaqlanışı əsrarəngiz bir şeydir. Hər bir ötüb keçmiş ləhzədə yol ayrıcını. Belə oldu, ancaq başqa cürdə ola bilərdi. Hiss edirsən və beləliklə keçmişin qaranlıq meydanında saysız-hesabsız alovlu ziqzaqlar dartılıb uzanır, 2-2, 3-3 qollara ayrılır. Bu qədərdir hissə. Bu dostlar, oyunbaz bir baxışdır, oyunbaz bir fəlsəfilikdir. Oyunbaz fəlsəfi bədi parodiyadır. Nabokovun üslubuna uyğun olaraq. Gəlin bu məsələnin haqqında danışaq. Dostlar, məsələn üçün bəşəriyyətin gəlişinə, hərəkətlərinə, tarixin hərəkətlərinə müəyyən qanuna uyğunluqlar axtarmaq cəhdi var da, müxtəlif cür məktəblər tərəfindən, bəlkə də düşüncə məktəbləri tərəfindən buna cəhd olunub. Fəqət Nabokovun buradakı qəhrəmanı deyir ki, çox doğru deyir ki, təməl qanun axtarmaq əslində gizlikdir. Yəni, bəşəriyyətin məsələn üçün gəldiyi yolu planetlərin dolaşıq oyunları ilə izah eləmək istəyənlər var və yaxud dolu mədə ilə boş mədə arasındakı mübarizə ilə izah edənlər var.
Sonra bu iqtisadi səbəblər axtaranlar var. Fəqət bütün bu səbəblər, bu qanuna uyğunluqlar axtarıb tapırları, tarixi qanuna uyğunluqlar. Bunların arasında individuum məzlumcasına durur. Yəni bunların individuumun həyatına heç bir əlaqəsi olmur, bağlılığı olmur. Yəni ki, tarixdə məsələn iqtisadi səbəb axtarmaq tarixin gedişatında və ya tarixin gedişatında tarixi qanuna, bəşəriyyətin gedişatında, bəşəriyyətin həyatında tarixi qanuna uyğunluqlar axtarmaq. Yəni məsələn üçün hər bir olayda, hadisədə bir səbəb axtarmaq və bu səbəbi tarixi qanuna uyğunluq hesab eləmək. Burada Nabokovun qəhrəmanı deyir ki, bu əslində doğru deyil. Doğru deyil. Çünki yəni müxtəlif baxışlar əlbəttə ola bilər. Yəni tarixə, bəşəriyyətin gəldiyi yola tapmaq olar orada qanuna uyğunluqlar. Amma bu nöqteyi nəzərdə, yəni sırf bədi fəlsəfi sənətkarana nöqteyi nəzərdən qanuna uyğunluq yoxdur. Heç bir mütləq qanuna uyğunluq yoxdur. Heç bir əsas səbəb yoxdur. Təməl qanun yoxdur. Xaotikdir. Dünya xaotikdir. İzah olunmazdır, anlaşılmazdır. İrrasionaldır. Və burada bir məqam deyir. Bax, deyir ki, xoşbəxtlikdən heç bir qanun yoxdur. Diş ağrısı bir döyüşü uduzmağa səbəb olur. Yağışlı bir gün nəzərdə tutulmuş qiyamı ləğv edir. Hər şey yırğalanır, hər şey qeyri-müəyyən, təsadüfidir və yuxusuzluq ilə miqrenin bəhrəsi olan anlaşılmaz kapital əsərini yazan Viktoriya dövrünün damadama şalvarlı o pozğun və deyingən burjuyasının səyləri əbəsidir. Burada zənn edirəm bu qəhrəman, Nabokovun qəhrəmanı Karl Marksa ilişir. Friedrich Engels Karl Marksın tarixə baxışına incidir, yəni onların fəlsəfəsinə ilişir. Yox, məsələn, qanuna uyğunluq yoxdur. Məsələn, biz çox hansısa böyük olayların altında bir dənə diş ağrısı belə ola bilər. Məsələn üçün, müharibə gedir, müharibəni adicə bir diş ağrısının təsiri belə uduzmaya səbəb ola bilər. Və yaxud qiyam ediləcəkdir, yağışlı gün olur, qiyamçılar deyirlər ki, bugün yağışlı gündür, bugün alınmaz. Yəni, adi insanı bizim o qədər də fərqində olmadığımız, adi duyğular belə, bədənimizdə gedən bir proses belə, bir olay belə, bir xoşa gəlməzlik belə həyata yön verə bilər. Bu, istər insanın həyatını olsun, istər dünya, bəşəri həyatı olsun. Çünki bəşəriyyət də insanlardan ibarətdir. Yəni, həyatın irreallığı məsələsi var da, irreallığı məsələsi var. Yəni, real olmaması, yuxuvariliyi, o klassik dramaturqlardan birinin sözüdür və tez-tez bu məcaz istifadə olunub. Həyat bir röyadır. Doğrudan da bir röya içində röyadır. Röya kimidir də həyat. Yəni, keçmişə baxanda öz həyatımıza da sanki insanı yaşadıqları olan röya kimi görünür, yuxu kimi görünür də, düzdür. Qarma-qarışıq bir röyadır, filosof da deyərdi. Bəşəriyyətin həyatı da belədir. Yəni, o qədər xaos, qarma-qarışıqlıq, anlaşılmazdır, təsadüflüklər, yırğalanmalar var ki, orada bir qanun axtarmağa gərək yoxdur, çünki qanunu tapa bilməzsən. Əgər qanuna uyğunluq bir taparıqsa, hər hansı bir siyasi, iqtisadi, tarixi, hətta elmi qanuna uyğunluq taparıqsa da belə, bu bizim uydurmamız olar, illüziyamız olar. Çünki adi bir diş ağrısı belə burada deyir də, döyüşü uduzmağa kifayət eləyər. Yəni ki, biz döyüşün uduzulmasında müxtəlif səbəblər tapa bilərik. Əslində o döyüş ona görə uduzdular ki, o döyüş. Orada bir diş ağrı var idi. Orada bir başlardan birinin dişi ağrıyırdı. O, onun əsəbinə təsir eləmişdi. Əsəbdə təsir elədiyi üçün aləm dəymişdi bir-birinə. Yəni ki, o təsir elədi onun psixikası əməllərinə təsir elədi və əməllər başqa cür şəkil aldılar, başqa cür istiqamət aldılar və qanuna uyğunluq, yəni ki, olmadı orada. Orada axtardığımız qanuna uyğunluq orada tapıla bilməz. Çünki o səbəbi bilmirsən, dəqiq səbəbi bilmirsən, olayların, hadisələrin səbəbini bilmirsən. Hər şey dalğavarıdır, yırğalanır, təsadüfidir, qeyri-müəyyəndir. Və beləliklə biz nə edirik? Biz keçmişdə başımıza gələn hadisələrdə
belə oldu, amma başqa cür də ola bilərdi yanaşması ilə yanaşırıq. Bu zaman yanaşanda o haçalanır, əlvan, rəngarəng olmağa başlayır. Çoxlu başqa variantlar əmələ gəlir, müxtəliflik əmələ gəlir və biz başımıza gələnlərlə də oynamağa başlayırıq. Bu əslində fərdi yaradıcı mövqenin ifadəsidir. Fəqət dediyimiz kimi belə yanaşma sırf bu cür bir ruh halı, bu cür bir ruhi mövqe və ya bir mərhələ, mənəvi mərhələ bizi elə yerə aparır ki, biz başımıza gələn xoşagəlməzliklərə, mənfiliklərə gülürük, oynayırıq onlarla, özümüzü də məzə obyektinə çeviririk və keçmişimizi rənglendiririk, əlvanlaşdırırıq. Onun altında əzilmirik, üzülmürük, kədərlənmirik. Və beləliklə başımıza gələnlər nurlanmağa, parıldamağa başlayırlar. Biz keçmişdə başımıza gələnlərdən bir olay çıxardırıq, hekayə çıxardırıq, həyatımızı hekayələşdiririk. Nəyə görə? Çünki təməl, mütləq qanuna uyğunluq axtarmırıq. Çünki belə qanuna uyğunluq yoxdur. Bir halda ki, həyat irrealdır, real deyil, həyat bir yuxudur. Onunla istədiyimiz kimi oynaya və istədiyimiz kimi hekayələr qura bilərik. Beləliklə onun altında əzilməliyik. Əslində özümüz onun üstünə çıxarıq. Belə deyik. Və keçmişin qaranlıq meydanında saysız hesabsız zigzaqlar dartılıb uzanır. 2-2, 3-3 qollara ayrılırlar. Zigzaqlar əmələ gəlirlər. Və bu zaman kəskin bir əyləncə tapırıq. Həyatımızda, başımıza gələnlərdə, o məsələlərdə kəskin əyləncə tapırıq. Bu çox qəşəng bir fəlsəfi parodiya idi dostlar. Fərdi mövqeni ortaya qoymaq üçün, yaradıcı mövqeni ortaya qoymaq üçün idi. Mənim çox xoşuma gəlmişdi və buradan hara gedib çıxa bilərik? Buradan dediyim kimi bilgəlik, oynağan bir bilgəlik nöqtə nəzərə gedib çıxa bilərik. Çünki tarixdə də qanuna uyğunluq axtarmısan, öz həyatında da qanuna uyğunluq axtarmısan və mütləq qayda da axtarmısan. Başına gələnlərə irreal hekayələr bütünü kimi baxsan və başına gələn bəlli bir hadisəyə də, hadisənin yanına da başqa hekayələr gətirə bilərsən. Yol ayrıcı olar, zigzaqlar əmələ gələr və onun belə sual, belə deyərsən. Belə oldu, amma başqa cür ola bilərdi. O başqa cür ola bilərlik onu rəngarəng eləyər, parlaq eləyər, nurlandırar. Çoxlu başqa hekayələr də yaradar. Və beləliklə sən başına gələn hadisələrə müdrikliklə, duzlu şəkildə əylənə, oynaya yanaşa bilərsən. Çünki onu mütləq bir qanuna uyğunluğa, mütləq bir mənfiliyə çevirmirsən. Onu hekayəyə çevirirsən, oyunbazlığa çevirirsən. O cümlədən tarixlə də, bəşəriyyətin gəlişi ilə də, bəşəriyyətin başına gələn olaylarla da, bəşəriyyətin yaşadığı çevrilişlərlə də bu şəkildə oynaya bilərsən. Çünki bəşəriyyət də əslində insanlardan ibarətdir. Necə ki, insanın həyatında qeyri-reallıq, yuxuvarlıq varsa, bəşəriyyət də insanlardan ibarət olduğu üçün əslində bəşəriyyətin tarixində da belə bir qeyri-reallıq, yuxuvarlıq, röyavarlıq var. Ona görə də təməl qanun yoxdur orada. Dalğavaridir, oynaqdır, yırğalanır və özündə çoxlu çeşidlənmələr, sayrışan yollar, ayrılan yollar, müxtəlif hekayələr potensialı daşıyır. Hələlik dostlar, bu özümə bizim özümüzə aiddir. Hələlik dostlar, özünə əmanət olun. Nabokov dünyasından çıxırıq.